Hər vaxtınız xeyir olsun dostlar. Bugünkü günümüz bir dənə rəqqasə xanım var. Adı Yeganə xanımdır. Onu çəkəcək videoya, vlog çəkiliş edəcək də. Yəni soru-sual cavab verəcək ona. Maraqlı video olacaq. Hamınızı izləmədə gözləyirik. Salam Yeganə xanım. Bir dənə özünüzü təqdim edəcək. Salam, Yeganə Abdullayeva. 17 yaşım var. Mən rəqslə 10 ildir məşğulam. Uşaqlığımdan bəri. Rəqs müəlliminiz var ya, kursuna gedirsiniz yoxsa nədir? Yəni uşaqlıqdan həvəsim olub, sonradan getmişəm, amma hal-hazırda Mədəniyyət Mərkəzinin ayrılı folklor qrupunda varam. Elnara müəlliməm mənim rəhbərimdir. Belə. Hardansınız xanım? Mən Lənkəran Şəkəran kəndindən. Hə, bax gözəl. Güzel liman şəhərinə. Hansı məktəbdə oxuyursunuz Yeganə xanım? Mən əvvəl Şəkəran kənd orta məktəbində oxuyuram. Bu dəqiqə isə Astara Pedaqoji kollecində tələbəyəm. Təşəkkürsən. İndi dərsdən gəldiniz, elə deyil? Bəli. Rəqs dərsindən də? Xeyr, kollecdən gəlmişəm, amma rəqs dərslərimiz 6 bazar keçirilir. Kollec necədir? Kollec ailə və həyat təhsili. Çox gözəl. Neçənci kursunuz? Birinci kursam. Sizə uğurlar. Çox sağ olun. Çox sağ olun.